Salam uşaqlar, səhifə 81-ə baxıram. Diqqətli olun. 13-cü tapşırıq. Uzunluğu, demək düzbucaqlı verilib. Uzunluğu 0,68 kilometr. Eni 75 metr. Gəlin kənardan qırmızı rənglə yazıram. 1 hektarımız nəyə bərabərdir? Buradan yazıram, qalacaq. 1 hektarımız nəyə bərabərdir? 10.000 kvadrat metr. 1 kvadrat kilometrimiz nəyə bərabərdir? 10.000 ara. 1 hektarımız nəyə bərabərdir? 100 ara. 1 arımız bərabərdir 100 kvadrat metr. Bu çevrilmələri yazdım. Keçirik. İndi deyir ki, sahəsi neçə ardır? Neçə ardır? Baxırıq. Neçə ardır baxanda biz bunları hektara gətirə bilərik. Ancaq gəlin bir şey eləyək. Metrə gətiririk. Bunları metrə gətirəm. Bunu metrə gətirirəm. Uşaqlar. 0,68 kilometr neçə metrdir? 1000 metrdir. Demək, minə edirəm. Kilometri metrə çevirirəm. 0,68-i nəyə vururam? Minə vururam. 168-dir. Vururam minə. Yüzlüklər gedir, qalır 680. Demək, bunun metri nədir? 680 metr. İndi uşaqlar, baxırıq. Nə edirik? Nəyə bərabərdir? İndi baxın, arla ifadə edin. Sahəni tapmaq üçün nə edirik? Eni uzunluğa vuracağım. 75-i vuracağım 680-ə. Bərabərdir. Gəlin vururam. 75-i 680-ə vurum. 51.000. Uşaqlar, 51.000 kvadrat metr. İndi arla ifadə edəndə nə edirəm? Metrin kvadratını ara çevirəndə 100-ə böləcəm. Demə, 100-ə böləndə geniş yazım. Demə, metrin kvadratını ara çevirəm. Demə, ara çevriləndə 100-ə bölünür. Yüzlər gedir. Nə oldu? 510 ar oldu. Cavabımız bu oldu. Keçirəm 14-cü tapşırığa. Ay, burada sildim. İndi bunları yazdım. Keçirik 13'ü yazdım, 14'e keçirəm. Deyir, futbol meydançasının uzunluğu budur, eni budur. Futbol meydançasının sahəsini tapın. Yenə də futbol meydançasıdır, düzbucaqlı şəkildə. Uzunluğu 100 metrdir, eni 75 metrdir. Biz neynəməliyik sahəni tapmaq üçün? Neynirik uşaqlar? Vururuq da, əlbəttə ki, sahəni tapmaq üçün 75-i vuracam 100-ə. Demək, nə oldu? 7500 uşaqlar. Metrin kvadratı. Metrin metrə vuranda nə eləyir? Metrin kvadratı. İndi nə ilə ifadə edilir? Hektarla. Baxın. Metrin kvadratını hektarla ifadə edəndə nə edirik? 10.000-ə böləcəm. 2 virgüldən sonra nə edirik? 2 dənə ədəd olmalıdır. Ona görə sıfırdan %75 hektar. Cavabımız oldu bu. İndi keçirik növbəti tapşırığa.
15-ci tapşırıq. Nə deyir? Deyir ki, eni budur. 1 kilometrimiz neçə metrdir? 1000 metr. 1000'in də üstünə 400 gələndə eni nə olur? 1400 metr. Uzunluğu isə bundan 3 dəfə böyükdür. 1400'ü neyniyəcəyik? 3'ə vuracam. 0, 0, 12, 1 yadır. 42, 4200. 4200 olan düzbucaqlı meydançanın sahəsi neçə hektardır? Biz əvvəlcə metri vurulanda baxaq. 1400'ü vuracam 4200'ə. Baxalım. 1400'ü vuracam 4200'ə. 4 tane 0 yazdım mı? Bəli, 5.880.000. İndi nə oldu? Metrin kvadratı oldu uşaqlar. İndi metrin kvadratını biz nəyə çevirməliyik uşaqlar? Hektara. Hektara çevirilək. Uzunluğu isə bundan 3 dəfə böyük yazdıq. Ay uşaqlar 2400 imiş. Burada en 2400. Mən niyə 1400? 2400 vurulanda bir dəqiqə rəqəmi mən 2 kilometrimiz 2000'dir. 400'ün üstünə gəlir. 2400 2400'ü 2400'ü vuracam 3'ə. 0, 0, 12, 6, 70. Aha. 7200. 7200'ü vuracam. 72'nin 24'ə vura. Aha. Aldıq. Belə eləyirik. S sahə nəyə bərabərdir? A vurulsun B. İndi bura 7200'dür. Uşaqlar sahəsini tapmaq üçün neyindir? 2400'ü vuracam 7200'ə. Cavabımız 4 tane 0 yanına gəlir. Uşaqlar, indi bu metrin kvadratıdır. Metrin kvadratını hektara çevirəndə neyinirik? Bölürük 10.000'ə. Bunun da 10.000'ə bölünməsi 10.000'də neçə 0 var? 4 0, 4 0'a apar. Nə alındı? 1728 hektar. Keçirəm 16'ya. 16'da deyir ki, eni 20 desimetrdir. Düzbucaqlının uzunluğu enindən 6 dəfə böyükdür. 20 desimetrdir. 20 desimetri mən nə etməliyəm? Santimetrə çevirəm. 20 desimetrimiz 200 santimetrdir. Eləmi? Olsun. 200 santimetr. İndi deyir ki, 6 dəfə enindən 6 dəfə böyükdür. Yəni bu uzunluq nəyə bərabərdir? Eninin 6 mislinə. 1200 santimetr. İndi uşaqlar deyir ki, kvadrat metrlə ifadə edin. Gəlin sahəmizi tapaq. 200'ü vuracam 1200'ə. 24 yanına da 4 dənə 0 gətirəm. Bu nə oldu? Santimetrin kvadratı. Bərabərlik
1 metrimiz neçə santimetr idi? 100 santı. Ancaq 1 metrin kvadratı nə oldu? 100'ü kvadrata yüksəldə nə edir? 10.000 kvadrat santimetr. İndi mən santimetri metrin kvadratına çevirmək üçün, uşaqlar bura çevirmək üçün 10.000'ə böləcəm. 4 sıfır 4 sıfırı aparır, olur 24 kvadrat metr. 16'nın cevabı da budur. İndi keçirəm 17'yə. Düzbucaqlı şəkildə torpaq sahəsinin uzunluğu 750 metr. Eyni isə bundan 150 metr kiçik. 750'dən 150'ni çıxıram. 600. Burada nədir? 600. İndi deyir ki, kiçikdir. Bunun sahəsinə 1 hektar sahəyə biz bunun neyini tapmalıyıq? Sahəsini tapıram. 750'ni 600'ə vururam. 3 dənə sıfırı sona yazıram. 6 5'in 33 yadda. 6 ve 7'in 42. 3 yadda da 45. Nə olun? 450.000. İndi deyir ki, nə? Metrin kvadratı. Çünki metrlə verilib. Metrin kvadratını. Biz hektara çevirəndə metrin kvadratına baxın. Hektara çevirəndə neyinirik? 10.000'ə bölürük. 10.000'ə də böləndə 4 dənə sıfır gedir. Nə alındı? 45 hektar. Uşaqlar, indi 45 hektara, 1 hektar sayı 80 kilogram gedirsə və 80 kilogram toxum əkilərsən, yazıram. 45'i vururam nəyə? 80'ə. 0, 5'dən 8'in 40, 4 yadda, 32, üstünə də 4, 36. Nə elədi? 3600 kilogram. Nə qədər oldu? 3600 kilogram. İndi toxum səplərsə, bütün sahə səpmək üçün nə qədər toxum lazımdır? İndi kiloqramı da tona çevirəm. Belə olanda 1 kiloqramımız neçə? 1000 kiloqramımız 1 tondur. Onu da tona çevirirəm. Yəqin sualda verilib. Ton verilibsə, nə qədər səpmək üçün nə qədər toxum lazımdır? Gəlin tona çevirəyim. Tona 1 kiloqram, 1000 kiloqram 1 tondur. 1 tonumuz da 1000 kiloqramdır. Demək, kiloqram verib tona çevirəndə neyinirik? 1000'ə bölürük. O da nə oldu? 3,6 ton.